Bismillahirrahmanirrahim. Övladlarımıza Quran-ı Kərimi necə sevdirək, necə əzbərlətdirək? Bizə verilən suallardan da biri, necə edək ki, övladlarımız Quran-ı Kərimi sevsin, onu əzbərləsin. Bəzən valideynlərdən bu cür şikayətlər tez-tez eşidirik. Sözsüz ki, hər bir müsəlman ata və ana istəyər ki, övladları Quran-ı Kərim oxusun. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, xeyrukum mən təalləməl Qur'anə və alləməh. Ümmətimin ən xeyirli insanları Quranı öyrənən və onu öyrədənlərdir. Həmçinin biz bilirik ki, insan bu həyatdan köçdükdə bütün əməlləri kəsilər. Yalnız 3 məsələdən başqa. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İzə mətə ibnu Ədəm inqata aməluhu illə min fələs. İnsan öldükdə bütün əməlləri dayanar. Yalnız 3 əməldən başqa. Onlardan da biri Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, vələdin salihin yəd'u ləh. Salih övlad yetişdirərsə, o da onun üçün dua edərsə, Quran oxuyarsa, yəni namaz qılarsa, oruç tutarsa, yaxşı işlərlə məşğul olduqda, bu həyatdan köçən ata və anaya da həmin övladın etdiyi hər bir paydan bir pay gələr. Hətta vəfat etmiş olsa belə. Həmçinin biz bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü həmin ata və ananın başına tac qoyular. Nə üçün? Çünki övladı bu dünyada Quran-ı Kərimi oxuyan və onu deməli öyrənən və öyrədən kimsələrdən olur. Övladlara gələndə isə ümumən uşaqlar, balalarımız Quran-ı Kərimin mahiyyətini anlamaya bilər. Çünki anlamaya bilər ki, bu bütün aləmləri yaradanın sözüdür, onun kəlamıdır. Və bəzən mahiyyət anlaşılmadıqda onun məsuliyyətini də anlamaq olmur. Ona görə uşaqları Quran-ı Kərimi uşaqlar üçün sevdirmək, onu fəzilətini onlara başa salmaq, izah etmək lazımdır. Qəti bir şəkildə bəzən eşidirik ki, valideynlər Quran-ı Kərim oxutduranda deyirlər ki, əgər bunu oxumasan, səni filan yerə aparmayacam, ya sənə filan şeyi almayacam. Yəni, məhrum etmə kimi bir üslublardan istifadə edirlər. Bu qətiyyən düzgün deyil. Əksinə, bunun əksi olaraq, əgər bu surəni əzbərləsən, bunu oxusan, bu dərsi bitirsən, qutarsan, sənə bu şirniyyatı alaram, bunu alaram, bu hədiyyəni alaram, filan yerə çıxardaram, gəzdirərəm. Bu üslublardan istifadə etmək lazımdır. Hətta bəzən eşidirik ki, Allah qorusun, bəzən uşaqların üstünə qışqırırlar və ya hətta əl qaldırırlar. Bu cür üslubda Quran-ı Kərim öyrətmək qəti və qəti düzgün deyil və düzgün sayılmır. Çünki uşaqların beynində Quran-ı Kərim gözəl bir şəkildə həkk olunmalıdır. Sevgi ilə, məhəbbətlə həkk olunmalıdır. Ona görə unutmayaq, övladlarımıza Quran-ı Kərimi əzbərlətdikdə məhrum etmə üslubu ilə yox, nəsə vermə, sevdirmə üslubunu tətbiq etməli. Əssalamu aleykum və rəhmətullah.